dünya güncəllənir. Nəsə dünyada yeni bir proses gedir. Dünyanı yenidən dizayn edirlər, dünyanı yenidən format edirlər. Nə bilim, dünya düzənini, dünyanın təhlükəsizlik arxitekturasını dəyişirlər. Biraz da belə sadələşdirsə, dünya sanki bölüşdürülür, yenidən bölüşdürülür və o Rusiya-Ukrayna savaşı bunun bir Avropa ayağıdır. Yəni artıq orada başlayıb. Və açığı uzun müddətli ekspertlər deyirlər ki, bunun mütləq bir Ortadoğu ayağı da olacaq. İndi İsrail Qəzzanı hər zaman deyirdi ki, yəqin bu olacaq, bu olacaq. Amma bəlli oldu ki, o miqyasına görə deyil. O bütün o regionu əhatə edəcək deyil. Amma orada maraqlı bir şey baş verdi. Baxın, deməli, balaca Qəzza, təqribən 40 kilometr uzunu, 10 kilometr enində, 400 kvadrat kilometr ərazini İsrail 2 ildən artıq savaş apardı və sonuç ala bilmədi. Həmin müddətdə İranı vurdu, Livanı dağıtdı, Suriyanı dağıtdı, nə istədi elədi, amma bir dənə o Qəzzəyə girənmədi. Və sonra bəlli oldu ki, orada böyük tunellər var, böyük şəbəkələr var, çox ciddi bir yüksək səviyyəli bir belə də Həmas ordusu var, silahları var. Yəni, bütün bunlar onu deməyə əsas verirdi ki, burada çox böyük oyuncular var və çox böyük planlar var. Yəni, indi bəzən deyirlər ki, İsrailin gücü böyükdür, ordusu var, silahı var, nə bilim, ən müasir texnologiyaları var. Bununla belə İsrail Qəzzanı fəth edə bilmədi. Və sonda yenə Amerika qarışdı prosesə, bir barış yarandı. İndi düzdür, haradasa 50%-dən çoxu Qəzzanın İsrailin nəzarətindədir, amma qalan o 40 neçə faizi Həmas nəzarət etdi. Və sonuncuda da razılaşdılar ki, bir uzlaşma olsun, ora bərpa olsun və s. Bax, məncə görünür o ikinci Ortadoğu ayağı İran-İsrail-Amerika savaşı üzərindən quruldu. İndi bunu Amerika, yəni indiki administrasiya bilirdi, bilmirdi, bilmirəm. Bəlkə də bilmirdi. Çünki Trump, onu deyirəm ki, bu Venezuelada ona çox asan bir qələbə verdilər, həvəsləndirdilər və gətirib saldılar təliyə. İndi belə fikirlər var ki, bəli, bu tələdən Amerika çıxmaq istəsə də İran onu buraxmayacaq. İran müharibəni bitirməyəcək iddialar var. İranın özünün açıqlamalarından da bunu başa düşmək olar. Amma Trump dünən qələbə elan edirdi. Dünən Trump'ın açıqlamaları var idi ki, yəni bu müharibə bitdi, biz orada İranda əsas görməli olduğumuz işləri gördük, faizlə danışır filan, gəmisinə zərbə vurduq, nə bilim, neynədik, bir açıqlamaları var. Və müharibənin bitdiyini elan edir, amma İran deyir ki, yox, biz deyəndə bitəcək bu müharibə. İndi ekspertlərin əksəriyyətlə düşünürlər ki, bu müharibə uzun müddətli olacaq və xüsusilə də eyni oxşarlıq aparırlar, analogiyasını aparırlar ki, necə ki, Putin həvəsləndi ki, Ukraynada 2-3 günə Kiyevi alacaq, getdi orada bataqlıqda qaldı və indi də İranla bağlı eyni senari təkrarlana bilər. Trump da bunu, o eləmə, oxşarlıq. Tamamilə doğrudur. Necə ki, Ukraynada bugün Rusiya istəsə də çıxmır, çıxa bilmir və yaxud da çıxsa belə Ukrayna ona dalınca gedəcək. İndi də həmin şey burada baş verir. İran, biz görürük ki, Amerikanın, deyək ki, İsrailin bu son dərəcə ciddi bombardımanından sonra yeni raketlərini atır. Bu raketləri hardan atır, necə atır, hansı təchizatı var, hansı təchizat zənciri var, hansı qüvvələr var bunun arxasında, hansı kosmik kəşfiyyat təminatları var. Çünki o dağların altından, bunların əksər bazaları, yəni o raketləri hüzzə belə deyək də, bazaların əksəriyyəti dağların altındadır, ona heç cür vurmaq olmur. Və hətta indi deyirlər ki, məsələn, Amerikanların daha çox ümidi ona idi ki, bunlar çıxıb, o bazalardan çıxırlar, çöldən atırlar. Onların da təyyarələr demir o ki, bütün İran ərazisində sanki keşik çəkirlər. Raket haradan atılırsa dərhal gedirlər orada, raketi də vura bilməsələr, o raket atan qurğunu vururlar. Yəni düşünürlər ki, bu qurğuları vuracaqlar, sonra bunların qurğuları qutaracaq, raket ata bilməyəcəklər. Amma indi bəlli olur ki, bunlar heç istədikləri vaxt o bazalardan belə birbaşa ata bilirlər. Dağların altına və yaxud da gecələr atırlar. Üstəlik də Amerikanın, İsrailin bir çox o radar sistemləri vardı, çox bahalı qurğulardı. Onlar milyard dollarla dəyər olur. Onlarda bir neçəsini vurdular. Hətta indi bugün dedilər ki, Patriot sistemlərini belə vurublar. Yəni bunlara dəqiq koordinatlar verilir. İndi o günlər deyirlər ki, Amerikanlarla Rusiya danışıb, böyük ehtimalla bunu danışırdılar ki, yəqin ki, Amerikanlar Rusiyadan tələb edirdi ki, onlara koordinatlar verməyin, kosmik kəşfiyyatla onları təmin eləməyin. İndi Rusiya, bilmirəm, onun boynunu aldı, almadı. Hər halda əvəzində Rusiya neftinin olan sanksiyaların götürülməsi məsələsi var idi. Hətta ola bilsin... Trumpla Putin danışdı. Ola bilsin, hətta razılaşmışdılar. Amma sonradan yetdilər, dedilər ki, yox, biz o sanksiyaları götürməyəcəyik. Avropa İttifaqı dedi ki, biz götürməyəcəyik. Meclis dedi ki, ümumiyyətlə bunu etmək olmaz. Yəni, bugün sanksiyaları götürür. Trump öz başına yenə də sözləşməyə gedir. Trump təkləndi.
Trump təkmədi. Trump'ın başa düşmək olar da, indi bu insan biznesmendir, sahibkardır, indi siyasətə də gəlib çıxıbdır. Əslində böyük bir dövlətin, nəhəng bir dövlətin, super dövlətin bütün gücünü, potensialını alıb arxasına. Amma mən belə başa düşürəm ki, bugün Trump'ın potensialı ilə Amerikanın potensialında ciddi bir uyuşmazlıq var. Ona görə də bax, o gəlib İran bataqlığına girə bildi. Strateji bir səhv etdi. Zaten başqa çarə də buraxmadılar. Çünki bu Epstein dosyası, o, bu falan, indi o qədər onda problemləri var. Amerikanın içində müəyyən sorunları var. Üstəlik də dediyim kimi, bu Venezuela'da ona bir asan, ucuz qələbə verdilər və onu həvəsləndirdilər ki, İçində şirə qaldı ki, problem yoxdur. Amma deyirlər ki, indi bu bilirsiniz də, o bu ayın axırı həm də Çinə ilk dəfə səfərini edəcək. Deyirlər ki, yəni ola bilsin ki, yəni Çinə bir qalib görkəmində İran üzərində qələbə qazandım, Hörmüz boğazını açdım, baxmayaraq ki, Hörmüz boğazı bugün qapalı qalır və İran nəzarət edir. İran nəzarət edir, bəli. Açmadım deməsə, açılmır. Bəli, açılmayacaq. Tamamilə doğrudur. Amma o qalib kim gedə bilərmi, onu deyirəm. Yəni yekunlaşdıra bilərmi? Çünki özləri də müharibəyə başlayanda bildirdilər ki, bu 4-6 həftə ancaq çəkə bilər. Ona görə deyirəm, Çinə səfərini İranla məsələni bitirib gedəcəm, yoxsa İran həqiqətən də bu müharibənin uzadacaq, çünki təkrar yenə də düşünür ki, təkrar Trump 3-4 aydan sonra yenə də qayıda bilər yəni bu bölgəyə. Ən belə deyək də deyir, o xeyirxah olmayan iş proqnoz verməkdir. Bəli, əlbəttə. Amma eyni zamanda müzakirə edilir. Təqribən aşağı-yuxarı proqnoz verə bilərəm ki, Trump Çinə o istədiyi nəticələri alıb gedə bilməyəcək. Çin özü artıq gəlibdir. Əslində Trump'ın məqsədi nə idi? Trump deyirdi ki, bu məsələləri bitirək, Rusiyanı da saxlayaq, ümumiyyətlə Orta Doğunu da saxlayaq. Bizim ən ciddi problemimiz Çindir. Çinin qarşısına alaq. Çini zəiflədək. Yəni bu son bir ildə Trump'ın bütün çabaları Çini zəiflətməkdir. O da təsadüfi deyil. Yəni yeni dünya düzənində kim qalib olacaq, kim güclü olacaq, kim öncül olacaq? Çin çox böyük sürətlə irəliləyir, inkişaf edir. Yəni Amerikan ekspertlər də, dövlət ağlı deyir ki, biz bunun qarşısını almalıyıq. Bu inkişafın qarşısını almasa, bu bizdən önə keçəcək və bu bizə diktə edəcək. Dünyanın gələcək siyasi mərkəzi Çin olacaq. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Bunun inkişafına əsas verən zəminləri aradan qaldırmaq. Düşünürlər ki, nədir bunun bu yüksəlişin səbəbi? İqtisadiyyatı. Bunun iqtisadiyyatı sürətlə inkişaf edir. Yəni, bu məhsul istehsal edir, satır, böyük miqdarda vəsait pul qazanır, o pulu müdafiə sənayesinə yatırdır, yapay zəkiyə yatırdır, yeni texnologiyalara yatırdır, nə bilim, özünün ordusunu qurur, hərbi dəniz, ümumiyyətlə Çin son vaxtlar deyirlər ki, dünyada hərbi dəniz donanmasının gücünə görə Çin artıq birinci olub, Amerikanın belə keçib. Yəni, bax, bu inkişafın qarşısını almaq üçün onun iqtisadi tərəqqisini dayandırmaq lazımdır. Burada da deyirlər ki, məsələn, Çinə biz necə mane ola bilərik? Çinin bu uğurlarında ən ciddi məsələlərdən biri onun Venezuela'dan, Rusiyadan, İrandan aldığı ucuz enerji daşıyıcısıdır. Bunun qarşısını alaq. Çin burada demək ki, birjalarda məsələn 50-60 manata olan yanacağı, nefti falan belə deyək də, yaxud da qazı bunları, Çin gəlib o ölkələrdən yarı qiymətini alır. Nə bilim, 28 manat alır, 27 manat alır. Venezuela'nın təsəvvür edilir ki, neftinin 80%-ni Çin alırdı. İranın da bugün deyirlər ki, 80%-ə qədər neftini Çin alır. Nə bilim, Rusiyanın böyük miqdarda neftini Çin alır və ucuz qiymət alır. Əvəzində də ödəməni də dollarla etmir. Yəqin ki, belə deyək də, barter edirlər, alış-veriş edirlər. Çin də əvəzində bu aldığı yanacağın əvəzində bunlara silah verir, bunlara nə bilim ərzaq verir də. Çin dünya sənaye üstüdür də. Yəni demək olar ki, ölkə 24 saat istehsal edir. Hər şey istehsal edir. Bir dənə adamdan başqa orada bu günləri hər şey istehsal olur. Yəni bu baxımdan fikirləşdirək ki, əvvəla bu Çinin böyük bir ticarət maxinası var. Bu maxinanın da əsas qoluqçusu Rusiyadır, Venezuela'dır, İrandır. Oradan gələn ucuz neftdir. Bunları bağlamaq lazımdır. Venezuelanı bağladılar, gücü çatdı. Rusiyanı bir formada sanksiyalarla əngəllədilər. Düzdür, tam kəsə bilmədilər, amma müəyyən qədər əngəlləyə bilirlər. Amma İranı mümkün olmayacaq. Qaldı İran. İranı kəssəydilər, məsələ bitirdim.